Biz oğlan. Hoppala hop. Yok, Hoppala kız. hop. Oğlan. Kız. Oğlan. Azərbaycan kino və teatr mədəniyyətinin görkəmli nümayəndəsi, xalq artisti, hörmətli Məmməd Rza Şəxsəmanovun 110 illiyi qeyd olunur. Mən Məmməd Rza Şəxsəmanovla Tütək Səsi filmində çəkilmişəm və çəkiliş vaxtı mən bu gözəl, görkəmli aktyoru çox müşahidə eləmişəm və təbii ki, ondan çox şey də biz öyrənmişik. Məmməd Rza müəllim çəkiliş meydançasında o qədər müstəqil, o qədər sərbəst, o qədər elə bil ki, məkanın hakimi olaraq özünü aparırdı ki, hiss olunurdu ki, adam obrazın bütün dərinliklərini özünə hopdurubdur. Bizlə çox məşğul olub. Həmişə deyib ki, yaxşı sənətçi olmalısan. Amma heç vaxt istəməzdi ki, evimizdən kimsə aktyor olsun. Çünki deyirdi ki, bu siz elə bilirsiniz, bu zarafatdır, amma əslində bu çox çətin mərhələdir və çoxlu çətinlik çəkəcəksiniz. İki filmdə çəkilmişəm, işləmişik, bəxtim elə gətirdi ki, və çox şükür buna. Tütək Səsi filmində və Nəsimi filmində o qədər səmimi idi. Mənə dedi ki, Xalidə, sən də səmimiyyətini itirməginə. O səmimiyyətin deyir, sənin obrazlarına da büruzə verəcək və onda tamaşaçı sənin səmimi olduğu üçün sevəcəklər. Şəxsəmanov şeyxlik xətti ilə mənlə əminəvəsi Əmoğludur. Biz həmişə mənə Əmoğlu deyərdik. Mən Şirvan şeyxlərindən, o Gəncə şeyxlərindən. Amma Əmoğlu yolda soy köklüdür. Bilirsiniz, böyük aktyor oldular, böyük rejissorlar var, böyük alimlər var. Amma eyni vaxtda böyük aktyor, böyük şəxsiyyət olmaq bu barmaqla sayılası bir xoşbəxtlikdir. Yəni belə bir xoşbəxtlik sözsüz ki, Məmməd Rza müəllimin taleyinə düşmüşdü. Mən xoşbəxt adamam ki, mən rejissor aləmində Moskvanı qutarıb gələndə ilk diplom filmin baş qəhrəmanı Şəxsəmanovla Rasim Balayev oldu. Bir neçə filmlərdə də tərəf müqabil olmuşam.